Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, tarix boyu bildiyiniz kimi Avropanın əsasən, yəni Qərbin, İngilislərin qurduğu siyasət çox dərin və min illiklərə gedib heç kəs o sirləri qıra bilmir, parçalaya bilmir, dağıda bilmir. Daha belə izahı olsa, Qərbin bütün dünya ölkələrində qurduğu dərin siyasətin nəticəsində etniklər yaradılması, həmin etniklərin tarixin yazılması, tarixin yazılandan sonra siyasi qaynaqların və liderlərin ayrılması, seçimdə hər tərəfli şəbəkənin paylanmasında, parçalanmasında, daxildə etnik qrupların üsyana qaldırılmasında və düşmənçiliyin yaradılmasında öz siyasətinin dərin nailiyyətlərinə layiq, nail olduqlarına malik olurlar. Qərbin siyasəti, o cümlədən İrəvanda qurulması, Rusiyanın hansı addımları atılması hər bir milləti, əsasən türk xalqlarını düşündürür. İrəvanda Paşinyanın siyasi proseslərdə addımlamasında çoxları Paşinyanı yumorist kimi və savadsız kimi, siyasətdən kənar kimi, lider kimi görməsə də, amma Qərbin maraqlarını addımlamasında hər kəs bu işlərində dəstəkləyir və əhsən deyir. Amma Qərbin qurduğu siyasətdə bunu izah edənlər, düşünən insanlar həmin arxa istiqamətinin plan cəbhəsini görmürlər. Yəni, İrəvan qurulmuş gələcəklərə min ilə böyük siyasi bir bölgə idi, bir coğrafiya idi. Bu coğrafiyanın başında İngilislərin və Rusların böyük əhəmiyyəti daşıyırdı. Həmin İngilislərdən qopardı bu siyasəti İran özünləşdirmək, öz xeyrinə istifadə etmək istəyir. O cümlədən hər kəsin beynində düşünəcək və verəcək suallar Rusiya İrəvana necə baxacaq? Bunun sonu nə ilə bitəcək? Hər an gözlənilən hadisələr, hər an gözlənilən baş verən qiyamlar, qətliamlar, şəhərdə açıq-açığına savaşların getməsi, dünya ölkələrinə geniş yayılması, qarşısını heç kəs ala bilməsindən gedə bilər. İrəvan siyasətində daxildə gedən proseslərin Qərbin maraqlarına, siyasi, maddi, mənəvi maraqlar əsasında xalqlar, millətlər, etniklər arasında bağlılıq, universitetlərdə bağlılıq, gələcək etniklərin bir-birinə qız verib qız alması, bu bağlı qalan siyasi pərdəliklərin sapını açmaq, qırmaq, sonra hakimiyyətin torpaqda hansı coğrafiyanın və tarixin izlərini buraxacağını, hansı coğrafiyada resursların yüksək səviyyədə olduğu həmin etniklərdən yaranmış uşaqları hakimiyyətə gətirib yeni bir oyunun prosesində yenə də Qərbin siyasəti, İngilislərin dərin bağlılarda min illiklərin sirrinə gedib çıxır. İrəvanın Azərbaycanla barışığı Ermənistan adlı dövlətin, yəni qurulmuş qondarma siyasətdən vaz keçib Azərbaycanın tərkibinə könüllü qoşulması, Azərbaycanın hərbi sıralarında xidmət etməsi, o cümlədən Azərbaycanın üç rəngli bayraq altında qalması, bunu sevməyən dövlətlər isə Rusiya və Fars və Yunan və qeyri-millətlər, o cümlədən İngilislər. Nədən? Türkistan coğrafiyasında geniş bu İrəvan coğrafiyası ermənilər önəmli deyil. Ermənilər heç bir dünya ölkələrin insanların marağında deyil. Ermənilərin kim olduğu heç kəsə daha dərin desək, marağında və maddi, mənəvi dəyərlərində
kimliyindən asılı olmaraq qiymətləndirilmir. Amma həmin İrəvan coğrafiyası, Azərbaycanın qədim şəhəri olan torpağı İrəvan, Türkistan coğrafiyasında iki türk millətinin qapısını kəsməsi, Rusiya, farsların yenə də qapı kəsməsi Qərbə, Amerikaya, Çinə, Hindistana, Yunana və qeyri türk düşmənlərinə marağında olur. Əgərsə Fars hakimiyyəti ləğv olarsa, yeni bir etnik qrupların yaradılması İraq Türkmən bölgəsində və Azərbaycanın Təbrizlə Ankaranın bağlılığını kəsməsinə yeni bir etnik qrupları yaratmasında böyük ehtimal doğrula bilər. Əziz və dəyərli soydaşları, deməli, İrəvan dövlətçiliyi sıfırlanandan sonra yeni Gürcü siyasətini ortaya qoyub və Naxçıvan siyasətinin proseslərini qeyri-qanunsuz Rusların siyasətinin və şimal istiqamətinə yönəlməsinə səbəb ola bilər. Əsas məqsəd Çeçenistanı Azərbaycanın üzərində qurulmuş bir tuzağa və busquya gətirə bilər. Yəni, Çeçenlər vasitəsilə bir oyuna gəlmiş ola bilər. Bu maraqlardan Çinin öz maddi maraqları, Monqolistanın maraqları, Koreyanın, Yaponiyanın və çox dövlətlərin marağı əsasında, türklərin də öz marağı əsasında Rusiyanı qıcıqlandırıb və regionda böyük savaşın, Ukraynaya böyük nüvə silahının zərbəsini endirməsi və yeni sartıcı silahların yaradılması, köhnə silahlarına son qoyulması, pult vasitəsilə, lazer vasitəsilə idarə etmə, Rusun yeni silahlarının yaradılmasına maraq yaratma Rus siyasətçilərində, alimlərində və gələcək Qərbin qarşısında durması üçün, dünya siyasətini məhv etməsi üçün yeni silahlar, Rus silahlarının üzə çıxması, meydana gəlməsinə səbəb ola bilər. Rusiyanın Amerika Birləşmiş Ştatları müasir silahlara və NATO'nun və o cümlədən Avropanın tarixdə topu olan silahları bugünkü müasir avadanlığa sahib olan Qərbin siyasətinə mütləq Rusiya böyük silahlara sahib olmasına çalışacaq. Amerikada yeni bu İran savaşına əsaslanaraq dünyanın sartıcıdan, dünyanın ən qorxulu silahlarına sahib ola bilər. Qısası, dünya siyasətində hal-hazırda İsrail və Amerika idarə etmə sisteminə keçilməsi Fransanın qıcıqlandırır və Böyük Britaniyada bu maraqlarda öz məqsədini daşıyaraq bu siyasət gedir Çinə toxunur və Hindistana. Çin bu siyasəti anlayaraq ən dərin, ən qorxuducu silahları yaradaraq öz gücünü saxlamaq üçün bilir ki, çərşənbədən sonra bayramdır. Yəni, İran məsələsindən sonra Çindir, Koreyadır və Hindistandır. Hindistan öz gələcək təhlükəsizliyi üçün daxilində ən böyük qiyamların qarşısını ala bilsə, Hindistan yeni silahlara sahib olmasına çalışacaq. Çinin daxilində böyük insanların həyatında və torpaqda, resurslarda, partlayışlarda, resurslardan, qaynaqlarında, yer tərpənməsində, yəni zəlzələlərində, təbii fəlakətlərində nəticəyə əgər uğurlanmazsa, kütləvi Çin hücumları çox ölkələrə, ətrafa yayılmış, qorxuducu və necə deyərlər, işğalçı siyasətinə düşüb dünyaya meydan oxuma şansına keçə bilmə ehtimalı vardır. Yəni, dünyanı üçüncü təhlükə gözləyir. Üçüncü Hindistan, Çin, Koreya və o cümlədə Yaponiyanın susması, Kuril adalar tərəfdə dayanması, bu onu göstərir ki, Amerikaya qarşı Rusiyanın savaşında maddi marağı vardır. Və Çeçenlərin də Rusiyanın çökməsində Rusiyadan aldığı silahları özünü doğrultması,
Rusiya çökərsə, Çeçenistan öz ərazi bütövlüyünü yeni tarixi ilə bərpa etməyə çalışacaq. Bununla bağlı gəlir bir ucu Azərbaycan coğrafiyasına toxunur. Onunla bağlı Farsların siyasəti Hindistanın, Çinin, Koreyanın və demək olar ki, Rusiyanın marağına gəlir. Rusiya bu hərəkətin zamanında Farsları gücləndirməsi üçün və Çinin ən qorxulu silahların yaradılmasında və Çinin İranın dəstəklənməsində, Çin kəşfiyyatının, Koreya kəşfiyyatının, Yaponiya kəşfiyyatının İngilis siyasətinə qarşı, Qərbə qarşı çıxmasında, Amerikaya qarşı çıxmasında və hər kəsin bildiyi kimi İsrailin və İngilislərin Amerikanın idarə etdiyi üçün Rusiya yeni Çin məsələsində gündəmə gəlməsində Çinin silahlandırması və məlumatları əsasında İrana təlimatları verilməsi, İsrail zəifləyir, Amerika qorxu ehtimalı var və burada Afrikanı əl cəngimizə keçirdək, yeni silahlarla Amerikaya təhdid gələk, Amerikada 52 dövlət yaradaq, Amerikanı zəncilərlə, qızıldərilərlə böyük bir dövlətin parçalanmasına səbəb ola bilmə ehtimalı var. Bunda İran öz siyasətini maliyyələşdirməsi üçün Çinlə əlbir, Rusiya ilə əlbir olmasında mümkündür. Bu əsasında İranın siyasi liderlərin və ordu generallarının ölməsində Rusiyadan Farsların siyasi dərslərin alması, Rusiyadan məsləhətləşməsi, bu da onu göstərir ki, Qərbə qarşı birləşib və ətrafında Çinlə öz siyasi ortada maraqlarında Çin həm Amerika danışıqlarına gələ bilsin, vasitəçi olsun Rusla Farsın arasında, həm Çin İranı gücləndirib, Şimali Koreyada nüvə silahına təmin edəcəyinə söz verməyi, Farsların güclənməsi, Rusun siyasəti, İranı gücləndirməsi, yəni Rusiya Türkiyə qarşı Amerika sıralarında, NATO sıralarında olduğu üçün Türkiyəni məhv etmə siyasəti yürütmə, Türkiyə qarşı oyunlar çevirmə, yeni etnik qrupların üsyana qaldırması üçün milyardlarla pul xərclənməsi, Rusiyanın və İranın, Çinin marağında, Hindistanın marağında, əsasən Çinin və Rusiyanın Farsın siyasətində Böyük Türkistan yaranmaz. Yəni, Böyük Türkistan yaranarsa, bizim coğrafiya üçün ən böyük təhlükə mənbəyinə çevrilə bilər, düşüncəsində yaşayırlar. Onunla bağlı bugünkü Azərbaycanın İrəvanla sülh danışıqlarında çoxu dərinlikləri anlamadığı üçün və ortaya başqa mövzular gətirərək və buydu savaş deyərək və burada da qisas yaratmaq, burada insanlarda nifrət yaratmaq, o cümlədən insanlarda hər bir millətdən olduğu üçün, multikultur dəyərlər əsasında etnik qrupların olduğu üçün, məsələn, mən deyirəm ki, bu cür olmalıdır, başqa etnik qruplar deyir, yox, və yəqin öz xeyri üçün düşünür. Yəni, bizim maraqlarımız üst-üstə düşməmədiyi üçün toqquşmaya səbəb olur və bu ortada razılaşmamağımıza səbəb olur. Yəni, burada razılaşmamağımızın səbəbi dünya coğrafiyasında yox, keçirik ki, başqa siyasi və türk düşmənlərin marağına əlinə keçərək, onlar da həmin etniklərdən istifadə edərək ölkədə böyük qiyamlar və mitinglər, üsyana, inqilablara səbəb olmasına, nail olmasında öz pratikasını, əhəmiyyətini və yerinə yetirməsinə səbəb olur. Bununla bağlı hər kəs deyir ki, İrəvanla Azərbaycanın barışığı maraq görmürəm və yaxud da deyirlər ki, əsgərlərimizi, uşaqlarımızı göndərirlər döyüş bölgəsinə, minalara düşürlər. Bunu deyən hər bir kəs yadınızda saxlayın ki, hər bir valideyn öz övladının bir zərrə qədər bir teli, bir tükündən əski olmasın, aşağı olmasın və qırılmasın o bağlar istəyir. Hər zaman övladının fəxrli, layiqli olmasını istəyir. Bu hər bir valideynin arzusudur ki, övladı xeyirli, cəmiyyət üçün övlad olsun və yararlı olsun
və zərərli olmasın və başından bir tük əksik olmasın. Candır, övladdır və bu valideynlərin can parasıdır. Bu can parası olduğu üçün, dəyərləndirildiyi üçün qıraqdan fitnəkarlar bura toxum səpərək həmin belə deyək, yəni bizim övladlarımızı niyə göndərirsiniz? Yaxşı, 30 il bundan öncə Azərbaycan siyasətinin liderləri Azərbaycanda savaş istəmirdi ki, 30 il uzanırdı. Əgər Azərbaycan liderləri Azərbaycan vətəndaşının burnu qanamasına razı olsaydı, 10 il bundan qabağa savaşı açardı. 30 il bundan qabağa savaşı açardı. Yenə də ölüm-dirim savaşı aparardı. Təkraran, dayanmadan, necə ki İsrailə qarşı olan savaşlarda İsrail 8-9 ölkə ilə savaşır və ətrafı ərəb ölkələrinə savaşır, fasiləsiz. Bir il içində 8 ölkə ilə savaşır. İrandan, nə bilim, Fələstindən. Çünki ətrafında olan ölkələr İslam adı ilə deyərək bunu sıxıb aradan İsraili məhv etməsi üçün İsrail tək başına bir il içində 8-9 ərəb ölkələrinə və Fars ölkəsi ilə, belə deyək də, qurulmuş qondarma Fars siyasətinə qarşı böyük mübarizə var. O cümlədən Azərbaycan da 1-ci Qarabağ savaşından çıxmışdısa, üstündən 5-10 il keçəndən sonra təkraran İrəvanda savaşın davam edərdi və minlərlə gələcək gənc nəslimizin məhv olmasına səbəb olardı. Və bu atəşkəsdən sonra yenə təkraran savaşların bu da gətirib 20-30 minə çıxardardı, insan ölümünə səbəb olardı. Ona görə ki, Azərbaycanın düzgün siyasətin nəticəsində heç bir valideyn narazılığı olmasın deyə, heç bir valideyn gözü yaşlı qalmasın deyə, anaların gözü yaşlı qalmasın, ataların gözü yaşlı qalmasın deyə 30 il savaş aparmadı. Yəni sülh, əmin-amanlıq, barışıq əlini uzatdı. Buna baxmayaraq, hamı deyirdi ki, Qarabağ torpağı getdi, unutdun, bizə unuttururlar, gənc nəsil modeli yetişdirirlər və bizdən Qarabağı ayırıb ermənilərə vermək istəyirlər. Hər kəs budur düşünürdü. Azərbaycanın dövlət başçısı nə dedi? Dedi ki, mənim dövrümdə yetişən gənclər aldı Qarabağ. Bu, yəni tarixi liderlər içində dahi bir söz idi başa düşənci. Yəni elə fikirləşməyin, tarix tarixdir və mən istəmirdim ki, yəni heç bir insanın burnu qanasın. Mən barışıq istədim. Belarusiyanın prezidenti və bu məsələni açıq-aşkar ortaya gətirdi ki, İrəvanda bu danışıqların düşmənçiliyə son qoyması üçün nə qədər vəsait lazımsa ödəyirəm. Barışıq olsun, iki xalqlar arasında düşmənçiliyə son qoyulsun, ediblər. Amma buna onlar məhəl qoymadı. 2-ci Qarabağ savaşında 44 gün qələbəsindən sonra hər kəsə aydın olmalıydı ki, Azərbaycan liderləri 30 ildə savaş istəmirdi ki, sülh istəyirdi. Anaların gözü yaşlı qalmasın. Övlad şirindir, əzizdir. Bu dünyada övladdan var dövlət, heç nemət, heç nə ola bilməz. Amma başladılar yenə də daxilimizə qara kampaniya yaratmağa, qara buludlar üzərimizə uçmağa və fitnə yaratmağa. Bu da bizim türkçülüyümüzə, millətçiliyimizə və bütün etniklə bir bayraq altında yaşayaraq, qardaş, sülh, əmin-amanlıq olaraq, milli dəyərlər əsasında bunu istəməyən, qısqanan və Azərbaycanın günü-gündən gücü artmasına gözü götürməyən Rusiya və Fars və qeyri-millətlərin narazılığına səbəb oldu. Bu narazılığın səbəbi oydu ki, yəni bunlar günü-gündən imkanlaşır, zənginləşir, güclənir. Yəni Qarabağ məsələsi, İrəvan məsələsi, Dağıstan məsələsi ona görə idi ki, hər zaman Türkiyə məsələsində də yəni bizi sıxmaq, kiçiltmək, 1000 il geriyə qalmaq, yəni bu türklərin ancaq savaşla, ancaq müharibələrlə başını qatsaq ki, böyük bir Türkistan yaranmasın, 1000 il geri düşsün. Bu qərbin, əsasən Çinin, əsasən Rusiyanın və əsasən Farsların, İngilislərin qurduğu senaridir. Bu senari pozan Türk liderlərinin sayəsində indi hal-hazırda dünya ölkələrində gedən savaşların ancaq Turanusdadır. Bu siyasi proseslərin bir qolu budur. Rusiya yegana düşmən dövlətidir ki, Azərbaycan 300 il Rusiya ilə savaşır. Rusiya tək başına 52 dövlətinə
Avropanın dünyaya meydan oxuyan silahları ilə savaşır. Amma Rusiya ilə Azərbaycan Rusiya ilə silahsız 300 ildir savaş yapar. Tək başına. Yəni 52 dövlət birləşib Rusiyanı yıxa bilmir. Amma Azərbaycan Rusiya kimi imperiya ilə üz-üzə qalmışdı. Yəni Rusiyanın Türk millətinə etdiyi qətliamlar, soyqırımlar, anneks etməyə Türk xalqların didərgin salması subutdur. Və hər bir savadlı gənc tarixi açıb baxa bilər Rusların sürgün edib bizə. Bizə hansı zülmlər edib. Rusiyanın qorxduğu bugün Qarabağdırsa, sabah İrəvandır. Sabah İrəvandırsa, birisi gün Dağıstandır, Dərbənddir. Və ona görə ki, Rusiya Dərbəndi Azərbaycana qaytarmasın deyə erməniləri müdafiə edirdi. O cümlədən də İsrail-Amerika savaşında farslara atdığı raketlərin nəticəsində farslar həmin raketi İrəvana atmırdı. Əgər İrəvana atmış olsaydı, Rusiya qarşı çıxmış deməkdir. Bu da onu göstərirdi ki, İran əgər İrəvana silah atmırsa, Amerika əskəri orada deyir var, Amerika bazası var İrəvanda. Əgər atmırsa, bu onu deməkdir ki, Rusiya ilə birləşib Türk xalqlarına və İsrailə, Amerikaya, qərb ölkələrinə qarşı mübarizə aparmasında Çin də dəstəyin verir. Yəni bu Koreya, Çin, Fars, Rusiya birləşərək bu qərb dövlətlərini və Amerikanı, İngilisləri, İsraili məhv etmək istəyir. Özləri bu siyasətin içində qaynayıb gücə çevrilmək istəyir. Çünki Rusiya görür ki, Rusiyanın dağılma mövzusudur. Yəni Ukraynanı mənim üzərimə oyunu qurdular və ərəbləri əzəndə mən başa düşməliydim. Yəni Rusiya başa düşməlidir ki, ərəblər əzilirsə, sabah İran da əziləcək, birisi gün Rusiya da əziləcək. Ona görə Rusiya belə deyək, sərvətləri talamaqla silahın yaradılmasında əsasən də hərbinin intizam nizamında geri qaldı. Rusiyanın əgər 5 dəfə Avropadan aşağı silahları vardısa, ordu sıralarında 0 idi. Yəni Rusiya hərbi sıralarında geridə qalmışdı. Hərbi, yəni inkişaf etməmişdi. Rusiyanın çökülməsinə səbəb olan Rusiyanın ordusunun intizam nizamı olmamasındandır. Və Rusiyanın etnik millətlərə qarşı yürütdüyü siyasət. Və bu savaşda da Rusiya bilərəkdən bu siyasəti anlayaraq etnik millətləri ət maşınından keçirdi. Əziz və dəyərli xalqım, dəyərli soydaşlarım, Rusiyanın bugün elə bir siyasət yürüdür Türk dünyasına, əsasən Azərbaycana qarşı planlar cızır. Rusiya qısas alandır, Rusiya təhlükəli bir düşməndir. Yegana bir düşməndir Rusiya. 300 ildir bizi qıra-qıra, əzə-əzə, hökm altına sala-sala və hədəliyərək Azərbaycanları Azərbaycana qaytararam deyən Rusiya yegana dövlətdir ki, Azərbaycanla düşmən ola-ola Azərbaycandan dost kimi yaşayır. Yəni, Rusiya güclü olduğu üçün Rusiya ilə barışıqda düşmənçilik apara bilmədik. Yəni, bildik düşməndir, amma Rusiyada getdi işlədi. Rusiya danışıqlarında oldu. Rusiyanın istədiyi siyasəti yürüdü. Yəni, hər bir Azərbaycanlı anlamalıdır ki, Rusiya Türk dünyasının ən bir nömrə, ən qatlı düşmənlərdən biridir. Rusiyanın bizə vurduğu zərbə, ərəblərin vurduğu, farsların yer üzündə analogu yoxdur. Ona görə ki, Rusların siyasəti türkçiliyə qarşıdır. Bunu hər bir türk övladı bilməlidir. Buradan səslənirəm Qaraçaya, Yeniselə, Urala, Xanты-Manski türklərə, Sibir türklər, Tuva türklərinə və bütün Altay türklərinə, Qazaxstana, Özbəkistana, Türkiyə, hər bir türk ayıq olmalıdır ki, Başqurustan, bunlar düşünməlidir ki, Dağıstan düşünməlidir ki, Rusun siyasəti Türk dünyasına qarşıdır. Yəni, Rus yegana düşməndir, türkləri qıra-qıra qardaş deyir, dost deyir. Rus yegana düşməndir ki, Azərbaycanı qıra-qıra düşmən siyasətini apararaq, amma qardaş kimi yaşayır. Yəni, siz bugün erməniləri bilirik ki, yəni ermənilər Urmiyada, Suriyada, Türkiyədə, İngiltərədə, Fransada, Amerikada, Rusiyada, Azərbaycanda, dünyanın harasında olur olsun, Uyğuristanda da var, ermənilər gedib orada fitnə törətməsi içinə və Hindistanda da olması, Pakistanda da olması, Əfqanistana da gedib. Yəni bu soy səpələyiblər ki, bunlar tarix boyu harada türk var,
Onları bizim sanki talihimizə, alnımıza yazıblar. Bu ermənilər təkcə Azərbaycanda yox. Türk dünyasının hər yerində terror yaradı. Harda Türk var? Livanda, Suriyada, belə deyək, tarixi boyu. Osmanlı döneminde olsun, ister Fələstində olsun, harda, Ordaniya tərəfində Türklərdə, Yəməndəki Türklərin başına, Suriyadakı Türkmenlərin başına. Yəni bu ermənilərin fitnəsi var. Ermənilər tək Azərbaycanda yaratdığı düşmənçilik deyil. Ermənilər 1000 ildir ki bu düşmənçiliyi bizim üzərimizə, Türk dünyasının üzərindən daşıyır və əl çəkmir. Çünki bu millət yer üzündən silinsə də, yenə bu əqrabın harda toxumu varsa, yenə də bizdən əl çəkməyəcək. Bunlar necə olur ki, yəni bugün Rusiya düşmənçiliyi apara biz Rusiyanı sevirik, Rusiyanı dəstəkləyirik, Rusiyada gedib işləyirik və Rusiya belə elədi, Rusiya elə elədi, Rusiya kolxozçuluq elədi, Rusiyada bolluqdur. Bu ideologiyanı sürə bilirik. İndi ermənilər sabah Azərbaycanla barışanlar. Deyəcəksiniz düşməndir. Və dövlətin də yürütdüyü siyasət budur. Deyir ki, abala, Rusiya bir nömrəli düşmənimizdir. Amma Rusiya ilə qardaş kimi yaşayır. Erməni göz qabağında törətdiyi qətliamları, Xocalısın faciəsi tarix boyu Türk millətinə, qızlarına, namusuna, qeyrətinə olmayan təcavüzlər etdi. Və uşaqlarını dəyişdirdi və qızlarını aldı erməni uşağı doğsun deyə. Siyasət yürütdü. İndi düzdür, heç birimiz qəbul etmirik erməni. Amma Rusu da biz qəbul etmək oldu. Rus ermənidən də betər olub bizə. Nədən Rusun qətliamı soyqırımını demirik? Susuruq. Sabah ermənilər deyil olacaq. Ermənilərin Azərbaycan bayrağının altına gətirməsi Ermənistan adlı dövlətin yəni ləğv edir. Niyə ləğv edir? Çünki bu ermənilər başa düşməlidir ki, o taxta başlar düşməlidir ki, mən Türk dövlətlərinin arasındayım, Rusiya məni kukla kimi istifadə edir. Mənim iqtisadiyyatım Türkiyə ilə Azərbaycandan olmalıdır. Və biz barışıq nəticəsində, sülh əmin-amanlıq nəticəsində yaşayıb və gələcək xalqlara nümunə olmalı. Düzdür, qəbul etmirəm. Mən bir Türk övladı olaraq onları qəbul etmirəm. Çünki onlar bizim ən qatı Ruslar kimi düşmənimizdir, Farslar kimi düşmənimizdir, Ərəblər kimi düşmənimizdir. Amma bugün həyat və dünya müasirliyi, ideologiyası, siyasəti bunu qəbul edir. Əgər biz ermənilərin sülh əmin-amanlığı istəmiriksə, bizim oraya gediş gəlmişi gərək bağlı. Onların bura gəliş gedişin bağlı. O cümlədən Azərbaycanı da Rusiyada biz gediş gəlişin bağlayaq. Rusiya getib gəlmir. Çünki bizim ən böyük düşmənimiz Rusiyadır. Erməniləri də bizə düşmən edən Rusiyadır. Ona görə ki, amma bu 300 ildə Türk xalqları Rusiyanın içində hansı siyasət yaparıb? Heç siyasət. Sıfır. Amma Rusiyanın siyasəti Türk dünyasının üstündə %100 gedir. Türk dünyası Türk xalqlarına istifadə etməlidir. Rusiyada bütün Türk dilli xalqlardan istifadə etməlidir. Onların gənclərin başa salmalıdır və ora gedən Azərbaycanlıları başa salmalıdır. Hər an Rusiyada böyük qiyam qalxanda Türk dünyasının, Türk xalqlarının biz müdafiə etməliyik. Bu bizim ora gedən adamlarımız. İşad ilə isə bizim Türk əskərimiz sayılır. Bu təlimatları verilməlidir. Yəni bugünkü gündə Paşinyanı humoristi kimi, lağa qoymaq kimi bilərsiniz, görərsiniz. Amma bu qərbin onu seçib getdi və onun qarşısına qoyduğu şərtdə və qərb siyasəti deyirdi ki, Serg Ohanyan və Robert Kataryan bunlar Rusun adamıdır. Bunlar quduzlaşmış, yırtıcı çaqqallardır. Bunlar Türk dünyası üçün yox, Azərbaycan üçün. Nəinki Azərbaycan üçün. Bunlar Rusun dünya ölkələrinə qarşı işlətdiyi siyasətidir. Əsasən Türk xalqlara qarşı işlətdiyi siyasətidir. Ona görə ki, Robert Kataryanın, Seyran Ohanyanın, Sergin, bunların, qeyri ermənilərin, Türk düşmənçiliyi aparan ermənilərin heç zaman onlar hakimiyyətdə olsa, Azərbaycan Ermənistanla barışığı gözləməz. Və Rusiyanın dediyi havanı oynamalıdır. Burada ona deyirlər ki, Azərbaycan Avropanı tutmaqda, Rusu da tutur Avropa. Avropa da deyir ki, ya Avropa Rusiyanı tutmazsa, ya da Rusiyadan əl çəkməzsə, mən dediyi əlli. Bu da alınmırdı.
Çünki Rus iqtisadiyyatı ilə, siyasəti ilə Rus istəsə İrəvanı da bir gün bir saata verər. Rus istəsə erməniləri orada hamısını bombalayar. Yer üzündən silər. Heç bir dövlət onu müdafiə edə bilməz. Heç bir dövlət Rusa qarşı da çıxa bilməz. Çünki Arakan da müsəlmanları Suriyada, İraqda və bütün görünən bu savaşlarda kimlə qarşısını alıb? Kim alıb? Rusiyanın da erməniləri yer üzündən silsən kim alıb? Rusiyanın bir dənə bu coğrafiyada Böyük Türkistanı görərək anlamalıdır ki, mən Rusiya ilə, Türkiyə ilə bərabər olub Dağıstanı geri qaytarım ən azından. Mənim ən böyük uğurum bu olar Türk dünyasında yanında oturmaq üçün. Ən böyük qələbəm bu olar ki, Türklərlə o bir yan-yan, çiyin-bəçiyinlə bir bərabərləşməsi o zaman Türkiyədə NATO sıralarında çıxır, Rusiya ilə bərabər olur. Niyə? Çünki Rusiya öz etdiyi qətliamların, təcavüzlərin, işğal siyasətini Dağıstanı Azərbaycana qaytarıb verməklə, İrəvanı birbaşa Azərbaycana verməklə bu soyqırımlarının və düşmənçilik siyasətindən əl çəkməsi üzrxahlıq demək olardı. Biz də bunu qəbul edərdik ki, Rusiya etdiyi səhvlərə və atdığı soyqırım qətliamlara əsasən Dağıstanımızı qaytardı, Dərbəndimizi qaytardı, belə deyək, İrəvanı qaytardı, verdi. Nə edib bu 300 ildə unudaq geçsin. Bu səhvin başa düşdü və qaytarıb resurslarımızın əvəzinə və təminatın əvəzində bizim öz torpaqlarımızı özümüzə verdi. Bundan yəni də bizə qarşı bu söhbəti bağlayıb. Biz də bağlayardıq. Amma ki Rusiya bugün Dərbəndi, Dağıstanı qaytarıb vermirsə bizə, İrəvanı vermirsə bizə, deməli Rusiyanın beynində Türk dünyasına qarşı böyük savaş və nifrətdir. Əziz xalqım, dəyərli soydaşlarım, yekunlaşdırıram, çox dərinə getməyəcəm. Yəni, İrana nüvə silahı atılmasa mümkün deyil. Rusiya yeni silahlar yaradacaq. Rusiya İrəvanda qeyri olmayan bir qəfildən savaş aça bilər. Bugünkü gündə dediyim kimi Rusiya istəmir Azərbaycanla ermənilər barışsın. Çünki Paşinyan rüşvətlə də hansı yolla olursa, həqiqi dəqiq seçkilərdə də qalib gəlmiş sayılırsa, deməli Rusiya bunu istəmir. Çünki Rusiya Azərbaycanı talamaq üçün ortada bir şey yoxdur. Çünki İrəvanı kullanırdı. Ona görə Rusiya görsə ki, İrəvan məsələsi var, Naxçıvana ələ atmış olacaq. Və burada da İran raketi İrəvanı atıb Rusiyanın tapşırığı ilə ola bilər. İrəvanı vurmaq üçün Amerika adı ordusu olmasın və Rusiya müdaxilə etməsi üçün ordusu sala bilər. Yəni İrandan İrəvanı vurma təhlükəsi var, Naxçıvanı vurma təhlükəsi var. Ona görə ki, buradan Türk dünyasına, Türk liderlərinə, rəhbərliyinə səslənirəm. Azərbaycan, Türkiyə ordunu ehtiyatlandırsın, kəşfiyyat məlumatları 100% aparsın, ölkənin daxilində baş verən proseslərdə və bütün dinləmələr nəzarət olsun, hansı İraqdan, Suriyadan, Rusiyadan və şimaldan, cənubdan, qərbdən gələn təhlükəni tez təcili balanslaşdırsın, saxlasın və həmin an sukun lazımı olan yerdə tədbirin yerində görmə ehtimalı və bu savaşın içində Türkiyədə, Azərbaycanda daxilində Azərbaycana qarşı hansı cəhdlər çevriliş alarsa və hansı terrorçu dəstələr keçərsə və hansısa bir siyasi proseslərin gedərsə, hansısa raket zərbəsi düşərsə Azərbaycan təcili cavab verməlidir və birbaşa ölkənin daxilində onları tutub həbs yox, güllələmə verməlidir. Əgər bu güllələmə əmri, belə deyək, prosesini aparmasa, Azərbaycan müəyyən şeylərdə yanıla bilər və siyasətdən geri qala bilər və kütləvi şəkildə insanları itirmiş ola bilər. Ona görə ki, Azərbaycan kəşfiyyatı ilə Türkiyənin kəşfiyyatı, İran, İsrail və Amerika savaşında sürətli işləməlidir. Sürətli işləməsi üçün hansısa bir təxribata meyilli olanı anında Türkiyədə də Azərbaycanda güllələməlidir. Çünki nə media, nə hansısa bir siyasət görsünlər ki, bunlar ayıq sayıqdır və işləyir qabaqçı Türkiyə, Azərbaycan deyil. Çünki hansısa kəşfiyyatçı tutacaq, hansısa terrorçunu buraxacam, gedəcək, nə bilim sorğu-suala tutacam, yox. Çünki onlar görsün ki,
onların məlumat bazasından xəbəri var. Geridə də zərərləşdirdilər və onlar silaha keçəndə Türk ordusu və Təbriz xalqına səslənib ayağa qaldırma ehtimali ola bilər. Amma bugünkü gündə Amerikanın qabağına hələlik Türkiyə və Azərbaycan çıxa bilməz. Çünki Amerika Birləşmiş Ştatları İsrail öz planında, öz yazdığı kitab senari əsasında hələ gedir. Çünki onların qabağına çıxmaq, onlara mane olmaq olar. Çünki onlar öz kitabını yazır və bu tədbirlərdə hər bir kəs ehtiyatlı olmalıdır. Azərbaycan Türkiyə ordusunu hazırlamalıdır. Çünki Farsların İrəvan siyasətinə böyük bir zərbə raket vura bilər. O da Rusun tapşırığından ola bilər. Çünki Farslar heç vaxt İrəvana silah ata bilməz. Çünki İrəvana silah atmış olsa Rusiya atmış olur. Ona görə ki Rusiya İrana tapşıracaq ki burada yeni qaynaq savaş yaradıq. Mən ordunu ora salım böyük inqilabların səsinə və bunu yenə də ələ keçirir. Amma yenə də saxlayamayız. Rusiya ona görə İrəvanı ələ keçirtmək istəyir ki və Qərbin, Amerikanın və siyasətin İrəvanda son qoymaq istəyir. Özünü ətrafına buraxmaq istəmir. Ona görə ki vaxt qazandıracaq. Bu 10 il ərzində bilir ki parçalanma siyasəti Rusiyada gedirsə ən qorxulu silahlar yaradacaq, təhlükə yaradacaq, nüvə silahlarının yeni modelini yaradıb və qanunu pozaraq atacaq. Ona görə ki, hər kəs bu işdə ayıq olmalıdır, sayıq olmalıdır. Yəni, mənim dediyim odur ki, Rus, Türk dünyasına və Azərbaycan düşməni olaraq qardaş kimi yaşayırıq, sabah da ermənilər o formada olacaq. Yəni, Rusla biz əgər böyük düşmənimiz Rusiya ilə barışıq kimi yaşayırıqsa, niyə də ermənilərlə yaşamıyor? Əgər yaşayacaqsa, müəyyən şərtlərdə olmalıdır. Ona görə ki, İrəvanda gənclərin yeni Azərbaycan tədrisləri ilə, məktəbləri ilə, universitetlərinə barışıq iqtisadiyyət, onlara düşmənçilik uğur gətirməyəcək. Millətçilik, düşmənçilik siyasəti uğur gətirməyəcək. Böyük Ermənistan siyasəti son qoymalıdır. Və bilməlidirlər ki, bir erməni, bütün ermənilərə səslənirəm. Siz necə hayəsiz bir millətsiz, siz necə şərəfsiz, alçaq bir millətsiz. Sən gəlib İrəvanda, mənim tarixi torpağımda dövlət qurubsan və yenə də Azərbaycana qarşı savaşırsan, Qarabağı, 1-ci Qarabağ savaşında ələ keçirtdi. Rusun ordusu ilə, Rusun siyasəti ilə. Sonra öz millətinə qəhrəman adı verdi və igid adı verdi, gero adı verdi. Siz nə həyasız millətsiz. Siz necə bir millətsiz ki, Azərbaycanın tarixi torpağını İrəvanda otura-otura işğal etdiniz, ki, sizə dövlətçilik verdiniz. 2-3 milyona dövlətçilik verilir. Bu kimin siyasətidir? Qərbin, kimin siyasətidir? İngilislərin, kimin siyasətidir? Rusun. Əgər 1 milyon, 2 milyon, 3 milyona dövlətçilik verilsə, niyə 6083 millətə Çində dövlətçilik verilmədi? 9800 Hindistanda millətçiliyə, etnika dövlətçilik verilmədi. Əgər 1 milyondan dövlətçilik olursa, 2 milyondan, 3 milyondan dövlətçilik olursa, hansı resurslar əsasında, hansı məqsəd əsasında ona dövlətçilik verir? Niyə Birləşmiş Afrika yaranmadı? Niyə Birləşmiş Ərəb Əmirlikləri yaranmadı? Niyə Birləşmiş Turan yaranmadı? Əgər 1 milyona siz dövlətçilik verirsə, nədən 1 milyard Türkiyə dövlətçiliyi vermədi, Turançılığı vermədi, Birləşmiş Türk Əmirlikləri vermədi və yaxud da 26 Ərəb dövləti və yaxud da 600 milyon ərəbə ya 450 milyon ərəbi birləşməsinə mane oldunuz və yaxud da nədən? Bax, bu onu göstərir ki, bizim içimizə, bizə qarşı yürütdüyü siyasətin ən iyrəncidir. Ona görə ki, bugünkü ermənilər başa düşməlidir ki, mən İrəvan, Azərbaycan tarixi torpağında dövlət qurublar mənə. Rusiyanın, İngilislərin siyasətinə. Və mən Qarabağı işğal etdim 1-ci Qarabağ savaşında Rusun gücü ilə, Rusun ordusu ilə. Və mən bunu etdim Azərbaycana. Bir Azərbaycan, yenə də deyirəm, 7 Azərbaycana bir erməni düşür. Ermənini lapatka ilə, külünclə biz qovardıq. Amma bu toxumu yayan, silahlandıran Rus idi. Rusun ordusu idi. Yəni qəribə olmasın, azadlıq olmasın, türkçülük olmasın, bunlar geri düşsün. Bizi axsadırdılar. Resurslarımız əsasında, maddi maraqlar əsasında bizi qul işlədi, bizim sərvətimizi talamaq istəyirdi. Əgər bugünkü gündə erməni 2-ci Qarabağ, 1-ci Qarabağ savaşında Azərbaycanın Qarabağ torpağını Rusun siyasətinə işğal etsə, Ruslar, ermənilər ölənlərinə qəhrəman adı verdi. İgid adı verdi. Geri hansı üzlə? Bax, sizə sual verəyəm. Mənim torpağımda dövlət qurub, mənim torpağımı işğal edərək, mənim İrəvanımı, Qarabağımı işğal edərək, sən
öz əskərinə erməni olaraq qəhrəman adı verirsən, igid adı. Hansı üzünə? Ona görə deyirəm, siz həyasız bir millətsiniz. Sən mənim torpağımda, Türk dünyasında, Türk torpaqlarında dövlətçilik yaradır. Mənə qarşı qətliamlar edirsən, soyqırım edirsən, hələ bir deyirsən ki, böyük ermənisən. Ona görə siz elə bir millətin içində yaşayırsınız, ürəyi saf, təmiz, müasir və sülhsevər millət içində yaşayırsınız. Siz Farsla olsaydınız, ya da Rusla olsaydınız, düşmənsiz sizi yer üzündən silərdilər. Sizi yer üzündən siz, ya Çindən, ya Hindistanla içində elə bir erməni dövləti yaratsın, sizi yer üzündən silərdilər. Sizin Allahınız gətirib bizim Türkün içində sizə dövlətçilik veriblər. Ona görə ki, sizi biz gərək erməniləri, siz erməniləri yer üzündən silməliyik. Çünki siz həyasız bir millətsiniz. Azərbaycanın tarixi torpaqlarında, İrəvanda dövlət qura-qura Qarabağı işğal etdiniz. Birinci Qarabağ savaşında və ölən leşlərinizə, çaqqal soyuna qəhrəman igid adı verdiniz. Medallar verdiniz. Deməli, siz Türk torpağında Türkü öldürməyə siz özünüzə qəhrəman görürsünüz. Siz Azərbaycan torpağını işğal etməyinə özünüzə geroy deyirsiniz. Siz Azərbaycan əskərini, Azərbaycan millətini qətliam etməyinə, soyqırım etməyinə özünüzü ağa görürsünüz, böyük görürsünüz və fəxr edirsiniz ki, Türk öldürdü. Bax, sizin iç yüzünüz bu idi. Ona görə sizi Allahınız düzə çəkib yer üzündə türklərə rast gəlir. Sizi gərək yer üzündən silməliydik. Çünki siz dünyada yer üzünə silmək, öldürmək sözü heç bir millətə yaraşmır. Amma sizin bu hərəkətləriniz alçaq hərəkətlərdir. Bir millətin tərkibində yaşayıb, bir millətin dövlətini, torpağına göz dikmək, özünə dövlətçilik qurmaq və yeni torpaq iddialarını irəli sürmək və erməni əskəri ölərək, ermənilər öz əskərinə geri qəhrəman adı vermək. Bu yer üzündə ən alçaq bir millət kimi sayılır. Bir də ermənilərə deyirəm, dərindən düşünün. Siz bizim tarixi torpaqlarımıza dövlət qurursunuz və torpaqlarımızı işğal edirsiniz. Siz bizim Türk millətimizi qətliam edirsiniz. Sizin İrəvanda da, heç bir Türk torpağında, nə də Cənubi Azərbaycanda, heç bir, nə də Türkiyədə yaşamağa haqqınız yoxdur. Sizə biz sahib çıxdıq. Amma sizin etdiyiniz vəhşiliklər tarix boyu qalacaq. Çünki siz həyasız bir millətsiniz. Heç bir dünyanın bir yerində görülməyib. Gedəsən millətin torpağını işğal edəsən, yəni ermənilər Azərbaycanın İrəvanı işğal edər, Birinci Qarabağ savaşında Qarabağı işğal edər və ölən erməni əskərlərinə ermənilər giroy qəhrəmanlığı verər. Bu hansı kitabda yazılır? Bu hansı elmdə yazılır? Ona görə siz həyasız millətsiniz. Yenə də deyirəm, yaşasın Türkiyə, yaşasın insanlıq, yaşasın türkçülüyümüz. Bu dünyada, hal-hazırda, siyasi baxımda, belə deyək, İsrailin, Amerikanın, İran savaşında İranın viran qalacağını göstərir. Böyük savaşların ortasında İran boğulduğu üçün ətrafa raket zərbələri atır. Ona görə Azərbaycan və Türkiyə hər zaman hazır olmalıdır. Yaşasın birliyimiz, yaşasın Azərbaycan, Türkiyə, yaşasın dünya insanlığı və lənət olsun türk düşmənlərlə. Türkiyə qarşı çıxan hər bir kəs, Türkiyə qarşı mübarizə aparan hər bir kəs türk düşmənidir. Ona görə ki, dərindən anlayın ki, Türk torpaqlarında gəlmişsiniz, dövlət qurmuşsunuz və işğalsız siyasət yaparsınız. Bu Ruslara da aiddir, ermənilərə də, farslara da, ərəblərə də. Ona görə ki, Yunanlara da, PKK-sına da adam olun. Dünyada insanlığı öyrədir. İnsanlıq dünyada ən müqəddəs şeydir. Günəş kimi, ulduz kimi, səma kimidir, ay kimidir. Ona görə ki, yer üzündə hələ də o dünya insanlarına nifrət kimi baxanlar insan olmuyor. Çünki onlar tarix boyu bizim türkçülüyümüzə, turançılığımıza qarşı mübarizə var. Çünki bütün sahitlərdə, sosial şəbəkələrdə bəllidir, türkçülüyə qarşı, Türkiyə qarşı və Türkiyənin rəhbərinə qarşı aparan propagandalar, siyasət, çirkin oyunlar bizim türkçülüyümüzə qarşıdır. Ona görə qısqanırlar. O ki, millətlər ki, qısqanır, bilin ki, onlar türk düşmənləridir. Və İranın viran qalacağına az qalır və görəcək. Ona görə ki, türklərin qədrini bilmədiniz. Siz farslar, siz ermənilər. Ona görə ki, az Rusa yaltaqlıq edin, satqıncılığı, az Farsa satqıncılığı, avtofalıq edin, az başqa millətlərə avtofalıq edin, Türkiyə qarşı mübarizə aparır. Bu, sizin iç yüzünüzü göstərir. Ona görə ki, İran tarix boyu fitnə yaradıb, elə Hindistanda da yaratdı. İran, farslar tarix boyu Türk dünyasının coğrafiyasında ömrü boyu Türk
gəncliyi məhv etməyə çalışıbdır. Bugün etdiyi çirkin hərəkətlər ərəblərin də başına gəlir, farsların da gəlir, rusların da gəlir. Bu da tarixdir və tarix öz işçiliyin qısasını göstərir, yaşasın türkçülüyümüz.